Əziz dostlar, salam, hər birinizi salamlayıram. Hər vaxtınız xeyirli olsun. Deməli dostlar, bir dənə buranı diqqətlə izləyin, baxın. Baxın. Bax burada bu ortadakı oyunu görürsünüz, o üzərə basıb saxlayıram. Bax bunu nəsə screenshot çəkin. Bu oyunun bir dənə taktikasını tapmışam. Əslində bu çox sadədir, bunu hamı edə bilər. İndi deyəcəm. Bunun üçün sizə ikinci bir dənə telefon lazımdır. Sadəcə video çəkməyə indi deyirəm. Bu oyun üzərinə tıklayırıq. Düzdür. Bax burada, qardaş nə deyəm? Burada bax kəllələrdir. Altında birinin altında. Birinin bax bunu bir dəqiqə bax bunu qoyduq, bir götürdük. Bax bunların altında zər olur. Bu elə bir ki tapmaca kimidir. Elə bir sürətlə fırlanır. Bunların birinin altında olur, düzdür. İndi bax məsələn mən bax 5 manat. 5 manat bax vurdum. Bax ən soldakı altındakı xal var. Bax fırlanır. Mən indi. İşte balans 77 oldu. Hə bu necə oldu başa düşmədim. Hə bu random özü seçir. Necə ola başa düşmədim bir dəqiqə. Hə burada gələ əlimi vurmayasan gələ bir dəqiqə hə. Yenə məsələn ki əlimi vursam məsələn altı çıxsa, bayaq əlimi vurdum ona görə olur yəqin. Bir dəqiqə məsələn bax. Hə bayaq əlimi vurdum ona görə olur verir. Məsələn bax bunu seçirəm mən. Bax bunun altından çıxdı gördünüz. 82 manat oldu. Əgər əlimi asıb xanasına vursam elə olmaz. Deməli, aydındır. Nə edirik? Uşaqlar, tema nədir? Əlavə bir dənə şey tapırsınız telefon. Onu açırsınız kamerasını. Ən çox iPhone modelinə belə. Bunu bu məsələn bax indi. Videonu burada başladırsınız. Baba fırladır. Bax görürsən fırladır. Bunu çəkirsiniz video. Sonra videonu yavaşladaraq baxırsınız. Görürsünüz ki bunun hansının altındadır. Aydındır. Məsələn mən indi görəmirəm. Mən çox sürətlə. Məsələn mən seçirəm ortadakı. Bax səhv seçdim. Görürsən bu sağdakındaymış. Bax sürətlə fırlanır. Mən elə bilirəm ki bax birincidə olacaq. Yox, deməli ən axırıncıdaymış. Yəni bu oyun belə oyundur dostlar. Məsələn mən seçirəm ki yenə birincidə olacaq. Baba ki birincidə çıxdı. Yəni tema nədir? Bu elə bir fırlanır sürətlə bilmirsən hansının altındadır. Başa düşdünüz necə? Təbii ki bu taktikanın işləməsi üçün bax oyunun qeydiyyat linkini qoymuşam. Bax bu linki görürsən bu linki 1vxgvp.top. Fərqi yoxdur. Mənim kanalda qoyduğum linklər hamısı güvənlidir və taktikalar yalnız onlarda işləyir. Ola bilsin köhnə videolarda olan köhnə əlavə link qoymuşdum. O da aktivdir. Bu link də aktivdir. Bunların ikisindən işlədə bilərsiniz. Və qeydiyyat zamanı 500% bonus qazanmaq üçün və ya hədiyyələr falan qazanmaq üçün promo kod tapmışam Signal Pro yazırsınız, qeydiyyat zamanı təsdiq edirsiniz, keçirsiniz qeydiyyatdan balans yüklüyorsunuz ki, bomba kimi oynayırsınız. Bu tip taktikalar olursa mən sizə çəkib paylaşacağım. Bir dənə izləyən bu nədir? Bu vəziyyətdə o bir telefonu, bir yandakı telefonun kamerasını açırsan, videosunu başladırsan. Məsələn bax indi burada vurursan bunu bax. Bax fırlanır. Görürsən ən soldakı kəllənin ən son altındakıdır. Bax indi. Mən buradan bu sürətlə fırlanır. Prosta video çəkirsən, videonu yavaşla baxırsan çansına. Məsələn mən deyirəm ki birincindədir, baxıram. Bax görürsən bax səhv deməli axırıncıdaymış. Bax fırlanır. Nə bilim yenə deyərəm birincidədir də. Ayın da birincə çıxdı. Hələ öz göz yaddaşımla baxıram ona mən. Məsələn mən deyirəm yenə birincidədir. Bax səhv çıxdı. Yəni uşaqlar burada. Məsələn mən deyirəm motivasiyondadır. Bax qəşəng düz tapdım bunu. Tema nədir burada? Burada tema odur ki, elə bir ki məsələn mən deyirəm bir dəqiqə görüm səhv görmüyordur. Bax sağdakını seçirəm. Ya səhv görmüşəm. Nəysə. Yəni burada tema odur ki, video çəkirsən bunu bu sürən momentdə videonu yavaş-yavaş baxırsan ki, özün görürsən də bax hansının altından düşdü. Tutuz temanı. Taktika burada işləyir. Oyunun qeydiyyat linkini qoymuşam videonun yorumlar hissəsinə və bizim Telegram kanalımız Signal kanalımız var. Signallar paylaşırıq. Onun da linki yorumlar hissəsində var. Tıklayın gəlin Telegrama, orada söhbətlər, voucherlər, çəkilişlər, pulsuz kuponlar orada ara bir verirəm uduş olanda. Bax dünən 192 manat balansı oynadım elədim 1156 manat. Keçib baxa bilərsiniz videodan əvvəl. Yəni dostlar belə oldu. Sağ olun. Gələn videomuzda görüşərik.